Salam dostlar, bu gün sizlərlə bərabər Staki Definin edişində Misirli olan serimizə davam edirik. Son paylaşdığım shorts videosuna baxarsanız sevinirim. Niyə? Çünki normal editlərdən fərqli olaraq bu dəfə dünya üzərində ilk dəfə çıxılan neftin harda olduğuna aid qəşəng bir tarixi məlumat çəkdik. Bu özümün də xoşuna gəldi. Qəşəng olsa da izlənməsi aşağı olduğuna görə, yəni bilmirəm nə qədər çox çəkərəm ondan. Yəni xoşunuza gəlməsinə bağlıdır. Çünki mən də oturduğum yerdən boş-boş şeylər çəkmirəm. Amma yəni çox xoşuma gəldi mənim. Kaşki tutsaydı deyə biləcəyim videolardan biridir. Bu videodakı əsas əməllərimizdən, məqsədlərimizdən biri də bilirsiniz, İslam dövlətini formlamaqdır və bu eləyəcək. Yəni eləyəcək. Bunu formlamaq üçün də bir daha baxın. İndi İslam dövlətini formlamaq üçün eləyəcəyimiz şeylərə baxaq bir dəqiqə. Mədəniyyət şəkillərində İslam dövləti. İsrail onsuz boş ver, narahat olmayın ona görə. Bu Azərbaycanı alarıq. Çox, yəni yıxılaraq deyirəm, Türkiyəni də alacağıq. Amma mən buranı saxlamaq istəyirəm. Gördüyünüz bu sağ hissəni saxlamaq istəyirəm. Oraya yadda qalsın. Buranı ələ keçirək deyirəm və davam edirəm. Cəzairi alacağıq 188 biraz araşdırma yatırımları elədikdən sonra. Yəni narahat olmayın heç bir şəkildə. Biz yəni belə dövlətlərdən də ölür. Bu gəlişmə yatırımlarını eləyək də bir dənə. Bam. Bum. Bam, bum, bum, bam. Bu gəlişmə yatırımları gördünüz yəni bir dəqiqə. Biz 1.1 milyona çıxardı 2 dəqiqə. Bu aşırı yatırım cəzası nəyə cəza verir bilmirəm. Yəni pul kəsirsək problem yoxdur. Puldan çox nə var ki bizdə bu dəqiqə. Və 1.3 milyona çıxdıq. Bəs bu qədər. Çox da suyuna getmək lazımdır. Bunu necə qazanırıq başa düşmürəm. Askeri uzmanlıq maksimum 7-20 saldırı savaş və əskerin yolunda kazanılan bilgi təslim edilir. Ordu deneyimi 13.290 il fəthetmək və ordunun büdcəsinə harcanan paya dair olaraq kazanılır. Başa düşdüm. Bu arada assimiliyasını zad eləməmişik. Gördünüz də isyan çıxmır. Biz də belə bir dövlətik. Bu arada videonun altına yazın. Yəni İsrail ələ keçirək və yox. Və hansı tarixi məlumatları paylaşım. Bunlar da yazın. Heç bir şey yazmıram. Mən otururam yerimdə. Mən nə paylaşım? Cəmaət nə izləsin? Və tarixi belə məlumatları paylaşacağam daha çox. Amma bilmirəm. Təzə dünyanın mı nadir məlumatlarını paylaşım? Köhnə dünyanın mı nadir məlumatlarını paylaşım? Yəni biraz müəmma içərisindəyəm, amma ümid eləyirəm ki, çox tez bir şey. Bir dəqiqə. Ruanda sən yəni o geri çevirirəm. Hani Ruanda? Sən bu gücü özündə hardan tapırsan? Bu qədər torpaqda 4.3 milyon. Bir dənə aranı tez əldən çıxardaq dostlar. Ümid eləyirəm ki, sizi də narahat eləməyəcək bu. Çünki buranı əldən çıxartsaq bilirsizlər nə qədər qazanacağıq. Gözlə görülür dərəcəsində qazanacağıq. Etiopiya onsuz da zəifləyir Ruanda sayəsində. Sağ olsun. Ruanda işləyir bizim üçün. Pulsuz işlədirik nə qədər də olsa. İndi ekonomisinin düşüşünə baxın. Artdı bu. Bu artdı. Vecimizə biraz söymək lazımdır. Sənin yox. Görsən biz elə yaxşı dövlətik ki, heç söyə bilmirik eşitmə. Əlimiz vermir. Yəni başa düşürsünüzsə necə yaxşı bir dövlət olduğumuzu. Əlbəttə ki, başqa dövlətlərlə müharibədə olduqda biz də onları sinsiz arxadan vurmağa saymasaq, çox qəşəng və centilmen bir dövlət olduğumuz hər tərəfdən açıq və gözəl bir şəkildə görsənilir. Yəni elə deyilmi? Deyin ki, elə deyil. Deməyin, xahiş edirəm. Yəni Etiopiyanın da öz torpaqları yoxdur. Bu torpaqlar əslində qalsa biz İslam üçün lazım deyil. Biz buranı niyə alırıq ki? Yəni niyə alırıq?
Ruandanı da əldən keçirəcəyik. Gözəl. Pis deyil. Yəni niyə alarıq ki? Başa düşmürəm. Amma alaq da. Bəlkə irəlidə işimizi yaraya bilər. Bu arada ordumun içindən keçdilər. Biraz da az ordu ilə gəlsəm içimdən keçəcəklər. Etiopiyanın hamısını alıram. Uydu çox qəşəng yayıldıq da yəni. Elə belə yayılmadıq. Bu atom bombasını niyə atırlar mən? Heç cür başa düşmürəm. Ordunu yığ. Carrier. Bir dənə də 20 sözləşməli asker istəyirəm. 1.45 milyon. Olmadı. Sözləşməli asker istəyirəm. 1.5 1.606 milyon. Əslində qalsa burada belə 1 milyon pula 100 min orada gəlirdi. Yəni çox da böyük bir şey deyil. Orada qəşəng bir gəlirimiz oldu. Bu niyə bu qədər belə azdır? Fulləyəcəm bizim dövləti. Dövlət həmişə sevincli olmalıdır. Yəni Afrika dövlətlərini artıq sömürmürlər. Qoymuruq. İspaniya xoşunuza gəlmir. Gözləyim mən İspaniyanı görüm neyəcəm. Cəzair əlbəttə ki, əldən keçirəndən sonra. 5.1 milyon kimi gözəl bir ordumuz var. Yəni bu çox da işimizə yarayacağını fikirləşmirəm, amma bəsdir yəni bizə də. Yəni nə tər çatmır. Mən sənə nə qədər pul verdim. Yəni necə yəni nə eləyirsən sən o torpaqda nə qədər əhali? Məncə əhaliyə görədir, yox, ekonomiyə görə deyil. Assimilyasiyonun bu qədər çətin olması. Video biraz sıxıcı olduysa üzr istəyirəm. Yəni bu seridə ən maksimal nə qədər bilmirəm, yeyə bilərəm. 5.1 milyon ordumuz var. İsraildə 1.5 milyon ordu şey var, ekonomi var. Araşdırmanı eləməyəcəm. Bu video araşdırma olmasın. Ya istəyirsə araşdırmanı eləyim mən gəlim, yəni mənə fərqi yoxdur. İstəmirəm videoda çox yəni kəsim. 6.6 milyon ordu. Alarıqmı? Çox çətin. Amma ala bilərikmi? Əlbəttə ki. Yəni 1 milyon da ordu daha çox baxın. Verim. Bu arada biz çox qəşəng ekonomik atılım elədik. Bam! İsraili əldən çıxardaq xahiş edirəm, yəni. Mən bunu bir səsliyə salmışdım. Həm onlara əziyyət etdirəcək verişdən. Həm də ekonomiləri artsın. Sonra biz onları alaq, ekonomi artış sağlayaq. Mən qorxuram artıq bunlar bizim içimizdən keçərdi. Ay da, söymə yaddan çıxdı. Prestijimiz düşdü. Yox elədilər. Yəni, təkdə qutardı onsuz da, amma ordumuzun içine elədilər, deyilmi? Bir dəqiqə, baxımda nə qədər ordu dirmişik. Çox da yox. Ve şey, hoşuma geldi. Orduları da yığ bura. Ordu topla. Carrier. İran elə bildim bizə döyüş elanları. İran İsrailə döyüş elan eləyibmiş. Çox mükəmməl bir vaxt. Dövlətin yəni hesablaması mükəmməldir də. Yəni dövlətin necə yaxşı bir adam idarə elədiyinə hər tərəfdən bəlli olur. Nə bilim bu dövləti görəsən kim idarə eləyir? Yəni dövlətə belə 2 dəqiqə içində dünya birincisi eləyir. Halal olsun. Nəsə. Assimilyasiyonları eləyəcəyik, narahat olmayın və videonun artıq 9-cu dəqiqəsinə gəlmişik. Videonu bura kimi izlədiysəniz like atmağı, abunə olmağı və yaxud da nəsə bir şey eləməyi yaddan çıxartmayın. Dislike saymayaq da. Xoşunuza gəlmədiysə atmayın, yorum yazın. Mən də burada bir şey eləməyə çalışıram. Nəsə, liman biraz tikə, yəni liman görürəm indi gedəcək, fırlanacaq, bütün oradan buradan çıxacaq. İstəmirik belə şeylərin olmasını. Və artıq yəni Cəzair dövləti sizi çox xoşlayıram. 10 ildən çox bir müddətdə özünüz tək başına NATO-da olmusunuz. Amma biz bu dəqiqə sizin içəcəyik. Bəli. Bu haradadır? Bam, bir dənə bunu belə eləyək. Bam, bir dənə də qranat ataq. Bu baş hissəsinə qəşəng 400 mindən girəcəyik. Amma yəni də bu bizim üçün asan bir döyüş. Yəni
barmağımızı tərpətməyə belə lazım olmayacaq qədər asan bir döyüş olacağını fikirləşirəm. Heç nə olmaz da biraz da yəni də. Nəsə uydu da ola bilməmiş oranı. Nəsə də indi biraz da yəni də biraz nəsə bir şey eləmək üçün. Yəni yoxsa gücsüz bir dövlətdir. İstəyirsiniz yəni verim uydu da onu yapay zəkaya verim. Yapay zəka AI yəni özü belə tək başına yəni bir dənə ordunu belə sağa sola paylayar, ordu özü hərəkət eləyər. Bunlara general mineral lazımdır. Sadəcə girəcək bir işin əngüllə atacaq. Yəni narahat olmayın bu arada. Ay dədə fas. Neynədirsən? Burkina Faso olmasaydı girmişdim xəbərim var. Mən bunu alım sizə də girəcəm. Mən əsəbləşdim bu dəqiqə. Həm də çox pis əsəbləşdim. Yaxşı. O məsələlər belə hərəkət var. Mən də ondan səni eləyəm, sadəcə biraz gözlə. Bu atom bombasını da gələn dəfədən yox eləyəcəm. Yəni sizə razısa. Çünki bu atom bombası nədir? Həqiqi döyüşlərdə atom bombası işlədirlər bax. Dünya döyüşlərində bu dəqiqə Rusiya Ukraynaya atom bombası atır. Atom bombası atmağa elə asandır. Fas şeyi də alacağım. İkisini də bir yerdə alacağım. Vecmədir də. Yəni hamısını bir yerdə alacağım. Bu İsrail torpaqları olmadı assimilyasyon. Dediyi eləyəcək yaddan çıxdı. Yəni mən artıq buna qarşıyam yəni. Bu qədər də yox. Sizdə bizdən nə qədər yararlanacaqsınız? Biz yazıq dövlətlər. Biz bizə bəsik. 6.9 milyon babat ordu itirmiş ya. Az buz ordu itirmişik. Bizim baxımız 98, 82, 84, 76, 80. Lərindən keçərik. Yox, lazımdır yəni. Mazaristanı ala bilərik. Artıq yəni ikisini üst-üstə qoyub ala bilsəydik nə mükəmməl olardı. Avstriyanı da nəsə biz Avropalıdan deyilik, biz Afrika dövlətləriyik, deyilmi? Əziz centilmen dostlarım. Və mən bura biraz da ordu üstünə eləmək istəyirəm. Ümid eləyirəm ki, növbəti döyüşlərimizdə daha yaxşı nəticələr ala biləcəyik öz dəyərli torpaqlarımız üçün. Bu Süveyş kanalından normalda 20.000 belə ordu çıxmır. Sağ olsun Süveyş işləyir. Buranın adı neydi yadımdan çıxdı. Süveyş deyə salladım. Nəsə elə bir şey olmalıydı. 9.9 milyon. Biz bunu 10 milyona tamamlayaq və Fas dövlətlərinə bizim içimizə gəldiklərinizə görə Cəzairədə döyüş elan. Hamısına birdən döyüş elan. Özdə kimliyi bunlar? Yəni özlərini nə sayırlar? Başa düşmürəm mən. Heç cür başa düşmürəm. Bu üç torpağı da belə paylayım. Çünki onları da Burkina Fasoya göndərəcəm. Fas Burkina Faso dərəcəsində güclü deyil. Yəni o deyil. Burkina Faso daha güclüdür. Bura ordu göndər. Ayrı 1.8 milyon. Sənə söyüm bir dənə belə qəşəng. Çox danışdıq. İlk dəfədir görürəm mən. Mali nəsə vasal olmalıdır. Üçlü pakt qruplar. İlk dəfədir görürəm bunu. Halal olsun. Yəni nə deyə bilərəm bilmirəm. Amma çox da vecmədə deyil. Cəzair. Biz artıq bu dünyanın ağasını olduğumuzu 4 dövlətə də bir anda döyüş elan eləyərək göstərə bildiyimiz, çox açıq bir şəkildə göstərdiyimizi fikirləşirəm. Mən orada bir Burkina Faso'da defans eləməyi fikirləşirdim. Amma belə burada biraz defans eləyəcəm. Yuxarıdakı ordular gəlsin deyə. Bilmirəm nə qədər işə yarayacaq. Ya da defansı boş ver. Kiri. Nə defans deyə. Biz nə vaxtdan defans eləyən dövlət olmuşuq. 600.000 ordunu da göndər payla buralara. Dənizə onsuz da girişi yox imiş bunun. Yaxşı oldu. Çünki biz dəniz dövləti bilirsiniz. O 3000 ordu. Bir dəqiqə, sən orada da torpağın var ki. Yox, gətirirmişsən.
Hara çıxardırsan bura. Qəşəng bir ordu postluq ha. Yəni o 172-yə mən güvənirəm. Yox, nüfusun içindən keçməyə 67 bəsdir. Bəsdir. Çoxdur, yəni nüfusun içində eləmək lazımdır. Bu arada mən bu ordunun çatmayacağından biraz qorxmağa başladım. Amma yəni inanıram ki tez dayandıracağıq onu. Yəni görəsən biz hansı dövlətə qarşı daha çox ordu itirdik? Böyük ehtimalla Burkina Faso olacaq. Yaxşı gəldilər. Biraz yaxşı gəldilər. Aslında arxada ordumuz çoxdur. Gəlir bax 400 min də. 500 min də gətir bura köməyə. Qurtarmayıb bu. Fas qurtarmayıb. Yadımdan çıxdı. Ağlımda qalıb ki Fas qurtardı. Nə bilim. Fas özünü yaddan çıxartmaqda çox yaxşıdır. Fasın özü də U20'lərdə, yəni finala kimi gediblər. Bu kimdir? Təslim olmadı bunlar. Mali'dir bu. Hamı təslim oldu da. Mali'dir bu. Bir dəqiqə. Burkina Faso'dur. Mali'də, yəni Mali dilində. Sən də nə istəyirsən ya da bəsdir də. Bəsdir də, güclü deyilsən də, zəifsən də, bəsdir də. Durmuşsan elə. Ordu itirməmişi ordu itiriblər. Yəni bu artıq bizim qüdrətimizi hansı səviyyə gəldiyinə tamamilə baş sala bilir də. 1.o idi, işlərindən keçmişik. Mali çox yaxşı döyüşdü. Mali digər hamısından daha yaxşı döyüşdü. Burkina Faso'dan heç gözünə yox, vassal eləmirəm. Alıram bütün torpaqlarını. Çox qəşəng. Moritaniyanı alaq mı? Lazımdırsa alaq. İslam mədəniyyəti üçün yox. Portuqaliyanı alacağıq. Portuqaliyanın harda torpaqları var? Ana torpaqları. 6.3 milyon. Çox da bir şey deyirlər. Amma assimilyasiya elədikdən sonra artıq biz belə deyim, İslam mədəniyyəti formalamaqda çox yaxşı irəliləyirik. Gürcüstan, ayda, buradakı torpaqlar yadımızdan çıxıb. Lazımdır özdə İslam mədəniyyətinə. Heç nə olmaz. Deməli, mən bunların hamısını eləməyəcəm əlbəttə ki, əllə eləyəcəm. O yığdığımız pulun boşa getməsini istəmirəm. Bu arada həqiqətən 72 milyon deyilmi? Yəni, o qədər pul, assimilyasyon o qədər pul nədir? Biz İran dövləti olub dinə bağlanacağıq indi. Nə bilim, nə dini, ilahi güc, bilmirik nə, taxta, daş. Ordu var deyə belədir ya orada. Nəsə bu qədər ya, bu assimilyasyon pulu nədir? Nə edirsiniz axı? Nə yeyib içirsiniz? Başa düşmürəm. Həqiqətən assimilyasyon eləmək lazım imiş. Nəsə. Ya 40 milyon pul boşa getdi. Yəni puf dedi getdi, sağ ol dedi getdi. Gördük getdi, əlimizin üzümüzdən getdi. Görək nə qədər ordumuz var. Hamısını da buradan basaq. Baxmadım. Qəşəng. Toplam görmək istəyirəm burada torpağın üstündən. Çox da orada itirməmişik, yəni. 1 nokta biraz da bastım. 9.8. Kəhrədən də 300 min bas. Əssalam şu tamam bu qədər qutardı. Bu assimilyasyon da at. Əssalam özü eləsin day. Nə edəcəyik indi? Portuqaliya mı olacaq? Wow. Nə edirik biz? Bunu belə dağıdacağım. Portuqaliya üçün nə edəcəm? Bura nə qədər qoyacağım bilirsiniz? 5 milyon qoyacağım. Qalan 5 milyonu da öz torpaqlarına qoyacağım. Burada da var. Yox, çox da yox. Artıq Portuqaliya bu dəqiqə dünya birincisi kimdir? Çin. Niyə görə? Bangladeş hangi? Bangladeş oy gəldi getdi. Və nüfus istifadə çox eləm.
bizim dövlətimizin ayda 60%, yəni dövlətimizin hamısı bizdən deyil. Dövlətin axırı gedir bilmirəm. Dövlətlikdən çıxacaq. Bir gün önce biz Almanların əlinə keçəcəyik. Portuqaliya səninlə aram yaxşıdır, çox da vecimə də deyil. Yəni böyük ehtimalla İspaniya xəş eləm səni də alacağıq. Yəni keçmişdə Granada birliyi ilə Kamerunun vadasan. Sən Kamerunla niyə müttəfiqsən ki? Kamerun. Güclü dövlət deyil, değil mi Kamerun? Pay dedi 5.9. Of. 6.4. Neyəcəm bayınımı? Əşi, yer getdi qardaşım. Mən də Suudi Ərəbistandadır. İrana döyüş elan eləyirəm. Yox, eləmirəm. Qəşəng bir döyüş lazımdır bizə. Videoda qurtarır. Bu videonu da burada saxlayaq. Sağ olun, salamat qalın dostlar. Video biraz sıxıcı olduğu üzr istəyirəm. Gələn dəfəyə artıq Portuqaliyanı saxlayacağıq biraz. Oranı biraz saxlayacağıq. Biraz sakitləşdirəcəyik. Avropa, İran, Türkiyə, İsveç kimi dövlətləri, yəni ümumiyyətlə Asiyaya doğru irəliləyəcək. Bu kimdir? Qazaxıstan. Özbəkistanı içinə alıb qəşəng. Sağ olun, salamat qalın. Son videoları izləməyi yaddan çıxartmayın. Bay bay.